Meksika alov içindəydi. Küçələrdə inqilabın səsi, divarlarda isə yeni dünyanın rəngləri var idi. Bu səsin, bu rənglərin içində bir qadın bütün dünyanın əzabını, əziyyətinin qisasını öz fırçası ilə almaq istəyirdi. Söhbət Frida Kahlo'dan gedir. Frida təkcə rəssam deyildi. O həm də inqilabın iştirakçısı idi. Hətta Stalinin qəzəbindən qaçan məşhur inqilabçı Trotski onun evində gizlənirdi. Diego Rivera ilə birgə o sənətin siyasətə qarşı qalib gələcəyinə inanırdı. Frida deyirdi, sevgi də, sənət də, siyasət də ağrısız olmur. 18 yaşında başına gələn dəhşətli qəzadan sonra Frida şikəst qaldı. Amma o, onun ruhuna təsir etmədi. Uzun illər yataqda qaldı, amma hər dəfə bir tablo ilə dirildi. Onun əsərlərində qırmızı qan deyildi, azadlıq idi, ağrı sevgi ilə, reallıq sürreallıqla qarışırdı. Pablo Picasso deyirdi, səndə elə bir rəng var ki, heç kim onu kəşf etməyib. Andre Breton isə sürreallığın vulkanı adlandırırdı onu. Frida qadın olmaq anlayışını dəyişdi. O ağrını zəiflik yox, gücə çevirdi. Hər tablosunda həm sevgi, həm ölüm, həm də ki, üsyan yaşayırdı. Frida Kahlo nə incə idi, nə də sakit, həm inqilab idi, həm də ki, rəng. Frida Kahlo'nu anlamaq üçün biraz yanmaq, biraz sevmək, biraz da dözmək lazımdır.